Deyir ki, diaqonalı 17, oturacağının diaqonalı isə 8 olan düzgün dördbucaqlı prizma həcmini tapın. Düzgün dördbucaqlı nə deməkdir? Ümumiyyətcə fiqurlara düzgün sözü istifadə edilirsə, bütün tərəflər bir-birlərinə bərabər deməkdir. İndi düzgün dördbucaqlı təsvir eləsək, deyir ki, diaqonalı 17-dir. Verilən bu prizma. Oturacağının diaqonalı isə 8. Oturacağının diaqonalını gətirim yazıram. Bura 8. Özünün diaqonalıdır. Ta ki, baxın, buradan bura qədər olan məsafə 17-dir. Və biz bilirik ki, baxın, bu prizmanın tili aşağıda verilən bu fiqurun düzgün dördbucaqlı dediyi üçün nədir? Kvadratdır. Onun nədir? Perpendikulyardır. Perpendikulyardırsa, indi diqqət edin burada nəyə? Buradakı düzbucaqlı üçbucağa. Bizə də nəyə soruşur? Onun həcmini. Əvvəlcə gəlin biz onun nəyə tapaq? Hündürlüyünü. Hündürlük bərabərdir Pifaqordan kökün altında 17-nin kvadratı çıxılsın 8-in kvadratı. O da bərabərdir kökün altında 289-dan 64-cü çıxırsınız. Kökün altında 225. Ondan da çıxır 15. Bizim də həcmini soruşur. V bərabərdir. S oturacaq vurulsun H-dır. S oturacaq necə tapa bilərik? Dedik ki, baxın, bura 8-dirsə, o zaman bu nədir? Kvadratdır, düzdür. Diaqonal 8-dirsə, onun tərəfi də onun kök altı 2 mislinə nisbətinə bölünür də. 8 bölünsün kökün altında 2 də, 4 kökün altında 2 ifadəsi eləyir. Kvadratın da sahəsi nəyə bərabərdir? Tərəfinin kvadratına. 4 kökün altında 2-nin kvadratı vurulsun hündürlüyümüz də neçədir? 15-dir. Yazırıq 16 vurulsun 2 vurulsun 15. O da bərabərdir 480. Olur A bəndi.